Arxası var, arxası qohumu yoxdur, pulu yoxdur, əziyyətlə saxlayır. Yəni ailəlikcə bu insanlar çobanlıq eləyirlər. İnandırım siz ki, həmən o kəndli kəndin içində qorxu ilə yaşayır. Gecəsini, gündüzünü, səhərini o göz açıq, o tək ayaq üstündə yaşayır, qorxu ilə yaşayır ki, ay Allah, səhər birdən oğlumu ilişdirərlər, oğlumu ilişdirərlər, nə bilim, qızımın ailəsini dağıdarlar. Ya deyək ki, özümə bir şər atarlar, üfürə-üfürə kəndli həmişə stressdə, qorxudadır. Çünki hər kəndlərdə olan o şıqlar birbaş polis şöbələri ilə şərikdədirlər, şərik işləyirlər. Filankəsin dünən danası doğdu 2 dənə, filankəsin bir dənə danası doğdu. Özləri gəlib ilişirlər çox vaxtı. Həmən o şıqlara görə bugün kənd təsərrüfatı da inkişaf eləmir, eləyəsi də deyil. Çünki bütün kəndli bilir ki, hamısı polis şöbələri ilə şərikdirlər. Yəni kəndli başa düşür ki, mən bu malı, heyvanı yekəldirəmsə, əziyyət çəkdiyim bu 3 dənəsi, 10 dənəsi varsa, bunun 3-ü, 4-ü şıqlar vasitəsilə polis şöbələrində. Ona görə də kəndlərdə inkişaf olası deyil. Birinci kəndləri şıqlardan təmizləmək lazımdır. Birinci bundan başlayın. Arxası var, arxası qohumu yoxdur, pulu yoxdur, əziyyətlə saxlayır. Yəni ailəlikcə bu insanlar çobanlıq eləyirlər. İnandırım siz ki, həmən o kəndli kəndin içində qorxu ilə yaşayır. Gecəsini, gündüzünü, səhərini o göz açıq, o tək ayaq üstündə yaşayır, qorxu ilə yaşayır ki, ay Allah, səhər birdən oğlumu ilişdirərlər, oğlumu ilişdirərlər, nə bilim, qızımın ailəsini dağıdarlar. Ya deyək ki, özümə bir şər atarlar, üfürə-üfürə kəndli həmişə stressdə, qorxudadır. Çünki hər kəndlərdə olan o şıqlar birbaş polis şöbələri ilə şərikdədirlər, şərik işləyirlər. Filankəsin dünən danası doğdu 2 dənə, filankəsin bir dənə danası doğdu. Özləri gəlib ilişirlər çox vaxtı. Həmən o şıqlara görə bugün kənd təsərrüfatı da inkişaf eləmir, eləyəsi də deyil. Çünki bütün kəndli bilir ki, hamısı polis şöbələri ilə şərikdirlər. Yəni kəndli başa düşür ki, mən bu malı, heyvanı yekəldirəmsə, əziyyət çəkdiyim bu 3 dənəsi, 10 dənəsi varsa, bunun 3-ü, 4-ü şıqlar vasitəsilə polis şöbələrində. Ona görə də kəndlərdə inkişaf olası deyil. Birinci kəndləri şıqlardan təmizləmək lazımdır. Birinci bundan başlayın.